heç belə gözləmədiyimiz anda namizəd durdu, otağı tərk elədi. Deyir, sən orada heç hörmətin zadın yoxdur. Sən yalandan özünə menecer deyirsən. Mənə görə yanlışdır. Yəni Məncə də yanlışdır. Bizdə məhəllədə elə çox var. Texniki bilik oldu, yaxşı oğlanlar. Yaxşı oğlanlar. Vallahi çox var. Qapını açdım ki, yatıb. Deməli adamın saatları var, alarm qurub. Durur, o alarmda e-mailli draftdan çıxardır, atır, yatır. Şahruz, yayda məzuniyyətə çıxmayasan və ödəniş eləməyəcəm. Mən deyirdim ki, eyvallah. İşini gör, işini sev. Sevmirsənsə bir zəhmət başqa işlə məşğul ol. İşini sev. Sev. Hər vaxtınız xeyir. Bugünkü çərçivədən kənar mövzumuz işə qəbul prosesləri, karyera və ümumi qlobal və lokal trendlər. Bugünkü qonağımız insan resursları üzrə çox təcrübəyə malik bir ekspert Qaçayeva Günel xanımdır. Günel xanım, xoş gəlmisiniz. Çox sağ olun dəvətiniz üçün Şahruz bəy. Günel, mən ilk təcrübəmi dövlət orqanlarında başlamışam. Tələbə olduğum dövrdə müxtəlif vəzifələrdə çalışmışam. Amma ilk ciddi CV ilə işə qəbulum bank sferasında başlayıb, EC Bankdan başlamışam və bankda kiçik junior vəzifələrdən başlayaraq yavaş-yavaş müxtəlif sahələrdə çalışaraq daha çox, yəni təcrübəm bank sahəsindədir. Amma paralel olaraq IT şirkətdə də çalışmışam. Hal-hazırda da ölkədə böyük fintech şirkətlərdən birində çalışıram. Belə, bu qədər özüm barədə. Mən bilirəm, prosta izləyənlər də bilməyini istəyirəm. Ümumi təcrübəniz mən bildiyim qədərilə 15 ildən. Bəli, 15 ilin üzərindədir. Üzərindədir. Bu çox böyük bir təcrübədir. Təşəkkür edirəm. Məncə say o qədər önəmli deyil, yəni 15, amma mən özüm üçün nəyi belə nə xoş mənə ki, HR-ın hər sahəsində olmuşam. İşə qəbul, kadr əməliyyatları, təlim və inkişaf, payroll, bunlar hamısı bir ayrı təcrübə qatır. Yəni bu hissəsi düşünürəm ki, məndə özümdə daha çox üstünlük kimi görürəm. Nəinki 15 il üzəri. Çünki bəzən bilirsiniz, təcrübə heç də çox şey demək deyil il olaraq. Əlbəttə razıyam. Mənə ən maraqlı, yadınızda qalan, fərqi yoxdur, neçənci il, ad, soyad, bir namizəddən danışsanız çox maraqlı olar və niyə yadınızda qaldı? Belə deyim ki, xüsusi yadımda qalıb. Yox, bilirsiniz, niyə? Çünki hamısını belə çalışıram ki, ümumiyyətlə belə insanam ki, iş işdə qalır da. Yəni sonra gedib işi daşıyım, bunu da danışım yox. Amma təəccübləndiyim çox olub. Təəccüblənmişəm ki, məsələn, gəlib elə bir çalışdığım şirkətlərdən birində mühasib axtarırdıq. Gəldi, müsahibədə mən var idim və belə deyək də texniki sualları verən, mühasib suallarını verən həmkarım var idi. Mən danışdım, bitirdim və sözü verdim həmkarıma ki, suallar versin. Çox gözəl suallar verdi. Bilirsiniz, mən HR olaraq həmişə hazırlaşıram müsahibədən öncəki nə suallar verəcəksiniz. Texniki komandadan da soruşuram. Çox maraqlı, gözəl də, yəni birbaşa işə aidiyyatı olan suallar. Elə ikinci, üçüncü sualdan namizəd dedi ki, mən başa düşmürəm. Mən bura gəlmişəmsə, sizcə mən bu sualları bilmirəm. Yəni belə dedi, əvvəl elə bildim ki, nə bilim, bir zarafat eləyərinə. Dördüncü sual idi, səhv eləmirəmsə, heç belə gözləmədiyimiz anda namizəd durdu, otağı tərk elədi. Sağ ol demədən, bir şey demədən, sadəcə heç nə başa düşmədik. Həqiqətən həmin anda bir-birimizə baxdıq. Sonra LinkedIn-dən yazır ki, sizin şirkət qeyri-peşəkardır, mühasib vəzifəsinə dəvət etdiyiniz adama bu cür suallar verirlər. Mən onda çox, yenə deyirəm, mən bəzən olur, həqiqətən yersiz suallar olur. Yəni mən həmin dəqiqə sonra çıxanda həmkarıma deyirəm ki, gələn dəfə bu sualı çalışın, ya dəyişin və ya özümdə də bəzən deyirəm, bu sualı gərək verməzdim, biraz sanki şəxsiyə doğru getdi. Amma o кейsdə çox yerində olan suallar idi, vergi məcəlləsi ilə bağlı idi, yəni və s. də yerinə düşən suallar idi. Çıxdı, getdi. Sonra da biz həmin an inanırsınız, o da həmən yazmadı da bizə səhərsi gün yazdığına görə. Biz bir gün həmkarımla başlayırdıq danışmağa ki, nə ola bilər də, biz orada nə dedik, hansı hissədə onun qəlbinə dəydi, sağ ol demədən çıxıb getdi. Aşağıda da səni mühafizə edir, deyinə çıxıb gedibmiş. Bəli oldu ki, o deyir ki, indi mən sonradan düşündüm ki, çox güman ki,
bilməyib yəqin ki cavablarını. Çünki yəni bilən insan yəqin ki cavab verər. Ya da nə bilim başa düşmə. Bax o çox təəccüblənmişdi. Çox maraqlıdır. Mən istəyirsinizsə suallara keçim. Buyurun. Okay. Buyurun. Qalmaqallı suallar var Günel xanım. Okay, ilk sualımız. Azərbaycanda və dünyada işə qəbulda tapşırıq nə qədər yayğındır? Özümdən başlayım Şahruz bəy. Tələbə dövrümdə mənim dayım məni dövlət qurumlarına, yəni tapşır dediyim belə olmayıb ki, bunu mütləq işə götürün deyib bir görüşün, baxın. Və artıq yenə də orada yük mənə düşürdü. Görüşdüm. İndi mən düzdür bilmirəm, arxa fonda dayım onlara dedi ki, əşi götürün falan. Bunu bilmirəm, amma ilk yəni iş həyatına atılmağım mənim də tapşırıqlı olub. Amma bu qeyri-rəsmi idi, çünki mən tələbə idim, məni ciddi olaraq dövlət qurumu işə götürə bilmirdi, ştatdan kənar. Ona görə yəni bu yolu keçmiş bir adam kimi və eyni zamanda belə deyək də oxuyuruq qlobalı da, ABŞ, Avropanın HR-lardan dostumuz da var, Booking da var, EPAM da var, HR Azərbaycanlı HR-lar. Bu orada da var. Tanışlıq mövzusu orada da var. Amma yetər ki, HR-lar peşəkar olub bunu düzgün idarə edə bilsinlər. Bax, önəmli olan məqam budur. Mənim təcrübəmdə rəhbərliyimdən tövsiyə xarakterli CV-lər gəlib və bu tövsiyə xarakterli CV-ləri də rəsmiləşdiririk biz. Xüsusi formalarımız var. Kimlə gəldi? Hamısını rəsmiləşdirib şəxsi işə qoyuruq. Ki sabah indi olmayıb, amma olsa da birdən həmin problem yaşasaq, həmin namizədlə bir baxaq görək kim tövsiyə edib və s. Bəlkə nə vaxtsa, bəlkə Sovet dövründə olub. Mən bilmirəm. Bəlkə olub pulla işə qəbul falan. Mən bayaq sizə də dedim, mənim məsələn öz doğma anam mənə deyir ki, bəs filan kəsin oğlu var da, iş yoldaşım işsizdilər. Bax elə. Birinci deyirəm, təhsili nədir? Görün bizim bir şirkətə uyğunluğu varmı, yoxdur? Soruşuram, görürəm heç əlaqəsi yoxdur və adamın bir neçə belə də bir 30 üzəri yaşı var, heç nə ilə məşğul olmayıb. Və həmən deyirəm ki, yox, mama, mən bunu götürə bilmərəm də. Hə, deyir. Sən orada heç hörmətin zadın yoxdur. Sən yalandan özünə menecer deyirsən. Sən orada hörmətin zadın yoxdur. Sən bir kadrı ora yerləşdirə bilmirsən. Nəyi demək istəyirəm? Ola bilər Sovet, mənim valideynlərim də Sovet dövrünü görüb gəliblər də. Bəlkə onların dövründə olub belə bir yanaşma ki, yəni tanışlıqla və s. İndiki dövrdə mən onun adını tövsiyə qoyuram. Keçək ikinci sualımıza Günel xanım. Namizədlər CV-lərində və müsahibələrdə nə qədər yalan danışırlar? Buna da yenə mən normal baxıram. Nə baxımdan? Yalan yaxşı şey deyil. Amma mən o namizəd məsələn gəlir müsahibə əsasında danışdıqca bunu necə bəlli edirik? Yenə də HR-ın peşəkarlığına bağlıdır. Bunun üçün STAR üsulu var. Bunun üçün QIF üsulu suallar var. Bunun üçün data əsaslı suallar verərək sən zaten orada yazılanların düz olub olmadığını mən öz sahəmdən danışıram. IT sahəsində də eyni şeyi həmin o ekspert həmkarım etməlidir də. STAR üsulu verməlidir sualları, QIF üsulu, yəni ümumi suallardan başlayır, sonra daha konkret suallara keçərək bunu verməlidir. Data əsaslı orada sualları verməlidir. Məsələn, mən HR axtaranda özüm üçün belə suallar verərək CV-dəki məlumatların nə dərəcədə düz, yalan olduğunu həmən öyrənə bilir. Həmən olmasa da gedişatda öyrənə bilirsən. Elementar, məsəl üçün deyirəm də, orada yazır leadership skill. Sual verirsən də adama, nədir bu leadership skill? Neynəmsən? Hardan bəlli olub? Xüsusilə head vəzifələrdə də. Əgər o sənə bir cavab verə bilmirsə, demək ki, anlayışı yoxdur da və ya səhv cavab verirsə. Bu da o deməkdir ki, sadəcə copy-paste edib və CV düzəldib. Artıq biraz başlayırsan da şübhələr yaranmağa. Həmən silməsən də bir sual, 2 sual, 3 sualda yenə səhv yöndə cavablar verərsə, belə, yəni onu çıxardırsan avtomatik siyahıdan. Bugün siz də yəqin ki, şahidisiniz ki, kadrlar çoxdur, amma keyfiyyətli kadrlar azdır. Çox azdır. Ona görə şans çoxdur. Biraz işləyin üzərinizdə, biraz tək söhbət texniki getmir. Çünki bugün şirkətlərin əksəriyyəti soft skill'lara da önəmli verir. Amma mən bu soft skill sözünü heç çox sevmirəm. Çünki insan işə niyə götürür? Bizi işçi niyə götürür? İşə götürən niyə götürür? Pul qazanmaq üçün, revenue olmalıdır ortada. Bunu da eləmək üçün sənin texniki biliklərin olmalıdır. Elə ancaq yaxşı danışıram, yaxşı problem həll edirəm. Bu problemi sən necə həll edə bilərsən? Ancaq
hard skill'ların, yəni texniki biliklərin olmalıdır. Çalış ki, bunlarla bərabər bunlar mütləq olsun. Mən heç bir halda razı deyiləm ki, texniki biliyi yoxdur, xüsusi vəzifələr var da onların üçün. Texniki biliyi yoxdur, yox, insaniyyəti yaxşıdır. Bu mənə görə yanlışdır. Yəni Məncə də yanlışdır. Bizdə məhəllədə elə çox var. Texniki biliyi yoxdur, yaxşı olanlar. Yaxşı olanlar. Vallahi çox var. Ya və ya yaxşı xanımlardır. Bəli. Çox gözəl. Yəni bu yaxşı olmaqlarını cəmiyyətimizə töhfə verərək davam etdirsinlər. Amma konkret iş yerinə gələndə texniki bilik lazımdır. Daha iyi üzərində işləsinlər. Bir mənalı razıyam. Güney xanım, burada belə bir sual var ki, şirkətlərin işçiləri həddindən artıq yükləməsi normaldırmı? Əmək haqqı real dəyərə uyğundurmu? Yoxsa işçilərin dəyərlərindən daha az qazanırlar? Maraqlı sualdır. İlk növbədə gəlin Şahruz bəy, məncə ondan danışaq ki, ümumiyyətlə əmək haqqını formalaşdıran faktorlar nədir? Əmək haqqı nədən formalaşır? Bir əmək haqqını bir neçə ünsur formalaşdırır. Bu ilk növbədə şirkətin büdcəsidir. Yəni hər bir şirkətin bəlli bir əmək haqqı fondu var, xərclər fondu var və s. İlk amil budur. İkinci amil bu vəzifənin bayaqdan da qeyd elədiyimiz kimi şirkətin biznesindəki rolu. Bu çox önəmlidir. Bunu da müəyyən eləmək üçün yenə də peşəkar HR-lar şirkətdə grade sistemi qururlar ki, hər vəzifənin çəkisini, biznesin rolundakı çəkisini öyrənsinlər. İkinci amil budur. Üçüncü amil həmin vəzifəni tutan namizədin bilik və bacarığıdır. Sonra digər bir amil isə artıq bu vəzifənin benchmarkı bazarda nədir? Bu amilləri bir yerdə yığaraq bir qərar verilir. Üst rəhbərlik səviyyəsindəki. Tamam da bugün bazarda 5 böyük şirkət var. Onlar HR mütəxəssisə bir X məbləğ verirlər. Amma o böyük şirkətlərin büdcəsi məndən fərqlidir. Həmin o HR mütəxəssisin o şirkətdəki rolu ilə mənim şirkətimdəki HR mütəxəssisin rolu biznesi üçün eyni deyil. Bilik və bacarıq o öz yerində və yenə deyirəm, tutaq ki, HR consulting şirkətidir. Burada birbaşa HR-ın roludur da. Amma tutaq ki, IT şirkəti. Burada HR-ın rolu nədir? Dəstək. Ancaq supportdur. Avtomatik onun belə deyək də grade-dəki balı digər consulting, HR consulting şirkətinə nisbətən aşağı düşür. Bunlardır. Bir dəfə bir məşhur banklardan, böyük banklardan birində işləyirdim. 6-da iş bitir, 7-də çıxırdıq. 7-də oldu 8, 8 oldu 9, 9 oldu 10, gecə saat 10-da çıxırıq və bu mütəmadi bir hal alıb. Səbəb? Yəni oturursunuz, heç nə eləmirsiniz, yoxsa? İş var, sabahın işini görürük, birisi günün işini görürük. Yəni rəhbər özü xarici vətəndaşdır. Biz də onun dediyindən çıxa bilmirik. Belə bir situasiyadır. Ələxüsus bu istismara artıq girir, amma bunu sırf o eləyir bizə. Yəni orada bunu yaşayan bir dənə bizim strukturdur, belə deyək də, departamentdir. Günlərin bir günü gecə saat 9-dur və mənə zəng gəldi ki, təcil evə getməliyəm. Gəldim, bildirdim, mənə icazə vermədi getməyə. Və nə qədər ciddi məsələ olduğunu başa düşdünüz də yəqin ki. Və icazə vermədi getməyə. Mən işdən daha vacib nüanslar olur hərdən və məcbur oldum, gecə saat 10-un yarısı idi, artıq işdən çıxdım, getdim. Amma icazə verməmişdi. Məndən şikayət eləmişdi ki, işçi, mənim əməkdaşım mənim sözümə qulaq asmır və s. Bu söhbət şikayətdə mənim köməyimə bilsiz kim çatdı? HR insan resurslarının rəhbəri. Bu söhbəti bilən kimi bir mənalı şəkildə tam mənə dəstək verdi. Bir mənalı şəkildə mənim haqlarımı o müdafiə elədi və bir mənalı şəkildə bu müəssisənin sədri də, rəhbəri də bundan məlumatda olandan sonra artıq mən belə deyim, bəraət qazandım o söhbətdə deyirlər. Çox maraqlı bir case idi. Məndə yaşanmışdı. Tam tərsi də olub. İş yoldaşım var. Hamı 6-da işdən çıxır, evinə gedir. Bu gecə saat 11:10 e-mail yazır. Özdə iş e-mailindən də, yəni işdə elə bir həmin ərifələrdə, bu da başqa bir bankdır. Evdən qoşulub e-mail yazmaq olmur. Ancaq işdəki networkdən, yəni icazəli internet şəbəkəsinə malik sistemdən yazmaq olur. Mən buna heyran qalmışam ki, bu necə hər gün bu saat gecə 1-də, 2-də, 12-də, hətta 4-ün yarısı səhərə yaxın yazır e-maillər.
Yəni adam demək istəyir ki, mən işləyirəm. Nəsə günlərin bir gün 6-da çıxmışam işdən, gəldim, elə gəzirdim. Yadıma düşdü ki, sumkamdakı bir ləvazimat qalıb işdə ofisdə. Gecə saat 11 idi. Dedim bu 100% bu ordadır. Gedim görüm nə edir. Nəsə getdim onu götürməyə, qapını açdım ki, yatıb. Deməli adamın saatları var, alarm qurub. Durur, o alarmda e-mailli draftdan çıxardır, atır, yatır. Atır, yatır. Rejimi də belədir, belə qurub və hamını aldadır ki, mən gecə saat neçəyə qədər işlədirəm. Çox maraqlı кейslər gəlir. Təbii ki, problemlər. Və inanın ki, orada da insan resursları təbii ki, bunu bilirdi. Əlbəttə, onu demək istəyirəm. Və güldülər, yəni gülürdülər. Özləri də bu situasiyanı bilir. Sadəcə üzə vurmurlar və görürlər, yəni mən bundan bir mənalı razıyam ki, sizlə insan resursları tam olaraq bunu görür və işçi istismarı son dövrlərdə azalıb. İş yeri dediyim kimi məqsəd şirkətə pul qazandırmaqdır ki, dolayısıyla sən də qazanasan. Ona görə çox da motivasiya bütün günü köklənsən, özünə ziyan verəcəksən. İşini gör, işini sev. Sevmirsənsə bir zəhmət başqa işlə məşğul ol. İşini sev. Sev. Mütləq İşini sev. Bəli. Çox gözəl frazadır. İşini sev. Razıyam. Keçək növbəti suala. Keçək. Suni intellekt HR-ları əvəz edə biləcəkmi ya yox? Siz ən aktualları seçmisiniz, mən belə baxıram. Bəli. Mənə görə süni intellekt HR-ı əvəz etməyəcək. Amma əvəz etsə belə Şahruz bəy, demək ki, belə lazımdır. Bu nə deməkdir? Bir neçə il öncə bir çox vəzifələr var idi. Hamısı yavaş-yavaş çıxdı sıradan. Yəni orqanik olaraq, çünki cəmiyyətimiz bir neçə inqilabi dövrlər keçirdi. Hal-hazırda da o dövrü yaşayırıq. Yəni süni intellekt dövrünü yaşayırıq. Əgər bu dövrdə hansısa HR vəzifələr təbii olaraq sıradan çıxacaqsa, bundan niyə qorxuruq ki? Mən də sizinlə razıyam. Mən xüsusilə də Kanskrində biz işləyəndə sizinlə də dialoqlarımız çox olub, Alima ilə də dialoqlarımız çox olub. Ortaq bir nəticəyə gəldik ki, junior səviyyələri üçün süni intellekt əladır. Junior plus middle-a qədər əla işləyir. Bəli. Amma ondan yuxarı süni intellekt yox. Əlbəttə, hələ ki. Çünki orada artıq sizin bayaq dediyiniz gözəl bir sözlər var idi. Kommunikasiya, liderlik qabiliyyətləri bunu süni intellekt təyin edə bilmir. Yalan demək, düz demək, bunu süni intellektlər təyin edə bilmir. Ora qədər yaxşıdır. Ondan sonrasını yaxşı deyə bilmərəm və bir mənalı əvəz etməsi çətindir. Mən özüm AI-yı çox mükəmməl bilən adam deyiləm, amma mən əminəm ki, o çox mükəmməl bir şeydir. Onu yaxşı öyrənən, yaxşı bilən adamlar çox əla da irəli də gedəcəklər, seçiləcəklər. Ona görə gənclərə tövsiyə edirəm, öyrənsinlər və qorxmasınlar ki, vəzifələrini əvəz eləyəcək. Qoy öyrənsinlər. Yes. Mən də razıyam ki, süni intellekt HR-a dəstək ola bilər, kömək ola bilər. Amma qətiyyən HR-ı əvəz eləmək kapasitəsində deyil. Bugün deyil. Bəli. Keçək növbəti suala. Keçək. HR-lar doğrudan da işçilərin tərəfindədirmi? Yoxsa rəhbərliyin əlində bir alətdir? Hətta. Belə bir sualımız var. Biraz sərt sual olub. Tamam. Şahruz bəy, yenə də yəqin siz də görürsüz ki, hər kəs, hətta bu xaricdə də belədir, şikayətlər var HR-lardan. Bu dəfə şikayətlər HR-lar özləri şikayət edir ki, biznes HR-ı ciddiyə almır, biznes HR-ı yalnız əmri icra edən qurum kimi görür. Bir çox HR-lar bundan yerli də, xaricdə də şikayət edirlər. Tamam, onda əgər biz istəyiriksə ki, və şikayətlənirik də, istəyiriksə ki, biznes bizi qəbul eləsin də, sizcə, yəni məntiqi olaraq da, biz biznesi anlamalıyıq, bizneslə empatiya qurmalıyıq. Təbii ki. Qurmalıyıq. Və bu o deməkdir ki, sizin sualınıza cavab olaraq heç bir halda qəbul eləmirəm ki, HR əməkdaşların, ancaq əməkdaşların vəkilidir, advokatıdır. Əsla. Dinləyənidir, dostudur, məsələsini həll etməyə çalışanıdır. Amma nə olursa olsun işçi haqlıdır deyə bir şey olmamalıdır deyə düşünürəm, yanılada bilərəm. Çünki HR zaten elə qaydasında da, qanununda da yazılıb ki, bizneslə
əməkdaşlar arasında, bizneslə bütün digər strukturlar arasında körpü rolunu oynayır. Dediyim kimi, oradan gələn qərarları smooth şəkildə işçilərə, işçilərin də bir təklifləri, sörveylər edirik də. Çox şükür şirkətdə sörveylər olur daim. Məmnuniyyət sorğuları, bağlılıq sorğuları, oradan da xeyli nəticələr yığır. Peşəkar HR onu gözəl şəkildə datalara əsaslanaraq aparıb rəhbərliyə təqdim edir, qəbul elətdirir. HR rəhbərlik və işçilər arasında balanslı şəkildə münasibətləri qoruyan bir struktur olmalıdır. Mən də sizlə razıyam Güney xanım. Hətta belə deyə bilərəm ki, vaxt olub ki, HR mənə elə bir rəftar göstərib ki, doğrudan mənə sual verdiniz. Mənə gəlib həmin HR desəydi ki, misal üçün Firuzə xanım var idi. Şahruz, yayda məzuniyyətə çıxmayassan və ödəniş eləməyəcəm. Mən deyirdim ki, eyvallah. Necə istəyirsiniz? Deməli belə məsləhət. Müzakirə eləməzdim misal üçün. Yəni doğrudan belə HR-lar olub, elə sabah bilirsiniz köhnə Səbinə xanımgilin komandası. Onlar da yəni bir söz desə, mən heç vaxt deyərdim ki, tamam, bu belə lazımdır, deyəcəkdi, hə, belə olsun, deyəcəkdim, okey. Agresiya da yaranmayacaq idi. Doğrudan o məni elə bir şey deyim eləmişdi. Yəni, bilmirəm niyə belə deyərdim. Bu sizin bağlılığınızdır, şirkətə bağlılığınız. Və hamı belə deyəcəyinə, yüzdə hamı olmasa da, əksəriyyətin belə deyəcəyini bilirəm. Heç kimə etiraz eləməzdim. Gözəl mühit olub, gözəl səmimi münasibətlər olub, HR-a inam olub. Baxın, HR-a güvənmək çox önəmlidir. İşçi HR-ın yanına gələndə əmin olmalıdır ki, HR özünü yaxşı göstərmək üçün gedib onun rəhbəri ilə və s. güvən. Ümumiyyətlə, güvən biznesdə də çox önəmlidir bu dövrdə. Bayaq biraz əvvələ qayıtsaq dediyi tanışlıq falan. Baxın, Şahruz bəy, elə vəzifələr var ki, xüsusilə yüksək vəzifələr. Orada artıq güvən texniki biliyin üstündə, hər şeyin üstündə gəlir. Güvən və stabillik. Bu çox önəmlidir. Eyni indi qayıtsaq öz sualımıza, HR güvəni qazanmalıdır, işçilərin güvənini qazanır. Güvəni qazanandan sonra, eyni sizin kimi artıq oradan gələn qərarları rahat... Yox, mən məsələn heç vaxt gedib demərəm ki, rəhbərlik belə deyir, edək. Yox. Başa salaraq, səbəb nədir, nədir məqsədimiz bu dövrdə, bəlkə bir cost save eləyirik, məsəl üçün deyirəm, səbəb bəlkə budur və ya bir layihəmiz var, deadline'ımız sıxır bizi, hamımız işdə olmalıyıq. Bunu da başa salaraq, artıq bir HR olaraq bunların qarşısında güvən, hörmət qazanmışamsa, eyni sizin o reaksiyanızı mən də görəcəm ki, işçi deyəcək baş üstə. Çox gözəl bir şeydir, çox. Deməli, əsas o core sözü siz dediniz. Güvən. Etibar, güvən. Baxın, doğrudan da yəni ona görə idi ki, mənə xoş idi ki, onlardan gələn hər şey bilirdim ki, mənim yerimə özü fikirləşib. Özü belə qərar verir. Deməli belə lazımdır. Demək ki, peşəkarlığına güvənmisiniz, bilmisiniz ki, o heç bir halda sizin hüququnuzu tapdalamaz. Əgər bu qərarla gəlibsə, bəzən bildiyimiz bəzi şeyləri kommunikasiya edə bilmirik. Eynən. Olur. Amma siz o güvəni o qədər o xanımdan, bəydən və ya almışsınız ki, heç sorğulamamışsınız da ki, niyə bu qərar? Çox gözəl idi, düzdür. Mən sonuncu suala keçim. Güney xanım, bu çox maraqlıdır və mənə gələn sualların içində də ən çox bu sual var. Namizədə müsahibədən sonra imtinanın bildirilməsi və imtina mədəniyyəti. Bəli. Bu bizim ölkədə yox səviyyəsindədir. Bəli. Yəni bu öz praktikamda olub, bir dəfə mənə yox dedi. Şirkətin adını da deyə bilərəm. Azal. Orada bir yaxşı pozisiya var idi. Müraciət etmişdim. Mənə yox dedi və yoxu rəsmi e-maillə dedi. Güney xanım, inanın ki, onun mənə yox deməyi o qədər gözəl bir qaydada yox demişdi ki, deadline-a uyğun, yazı və s. Və mən sadəcə egom oxşandı. Yəni imtina almaq pis bir şey deyil. Sadəcə mənə elə bir formada imtina verdi ki, müvafiq dövr üçün mənim göstəricilərim hal-hazırda onlara uyğun deyil və ya onları üstələyir. Buna görə və s. üstələdiyinə görə də davam eləyə bilmirik və buna görə də başqa namizədlə gedirik. Mənim çox xoşuma gəlmişdi və götürdüm o e-maildəki HR-ı tapdım. Ona təşəkkür məktubu yazdım LinkedIn-dən ki, imtinanı belə göndərdiyiniz üçün çox sevindim. Amma
Əfsuslar olsun ki, experience-ımda, yəni təcrübəmdə bir dəfə elə olub da. Digər həmkarlar, tələbələr, yeni iş yoldaşlarımda heç kimdə belə bir hadisə yaşamamışam. İmtina mədəniyyətini neyniyək, necə eləyək? Mənim münasibətimi bildirim. Şey var, yenə də şöbə müdürü, nə bilim, xüsusi də belə vakansiyalar onlar uzun müddət çəkir. Çox uzun proses çəkir də. Burada məsələn, olsa ki, geri dönüş eləsən, bir detallı açıqlama verməyin yaxşıdır. Çünki baxmayın da, illərlə təcrübəsi olan bir adama yox cavabı vermək, onun qıra bilərsən egosunu və ya motivasiyasını. Digər hallarda mən öz təcrübəmdə şablonlarla geri dönüş edirik. Yəni, ümumi yekunlaşdırsaq, cavab olmalıdır. Mən düşünürəm ki, HR-ların KPI-lərına bunu bir rate olaraq qoya bilsək, misal üçün imtina rate deyəndə bir dərəcə olaraq qoya bilsək, yəni imtina almışların məmnuniyyəti ya da imtina almışlara imtinanın bildirilməsi kimi bir KPI qoysaq, o avtomatik düzələcək, onu da bonusa bağlı, bonusun meyarlarından biri olsa, yəni o KR və ya ola bilər. Elə employee experience var. Yes. Elə employee experience-dir. O son spoçka. O var. O KPI, amma sırf şeyi qoymaq ki, namizədlərə geri dönüş, onu tək qoyamırıq. Zəncirin hamısını bir ad altında KPI olaraq qoyuruq. Bura one-to-one mitinqlərdə daxildir. Güney xanım, çox səmimi və çox belə təcrübə əsaslı bir görüş olduğunu hiss elədim. Bizim izləyicilərə nə demək istərdiniz deyə bir sual verim. Yəni deyirlər, CV-mi göndərirlər, baxmırlar, daydasız işə götürmürlər. Bu izləyicilərə, bu gənclərimizə nə deyək? Bilik və bacarıqlarınızı artırın. Yalnız sizin vizitkanız, vizit kartınız, bilik və bacarıqlarınız və digər soft skill'larınızdır. Bu sizin tərbiyəniz ola bilər. Bu sizin geyiminiz, səliqəli geyiminiz, şirkətə gələndə özünüzü aparmağınız. Bunlar hamısı nəzərə alınan faktorlar olduğu üçün bunlara diqqət eləsinlər və onlara geri dönüş etməyən HR-lardan inciməsinlər, küsməsinlər, münasibət qursunlar. Yəni HR-lar sonunda onlara lazım olan adamlardır da. Heç bir halda onları şikayətlənməsinlər. Ona görə yox ki, birdən elə başa düşərlər ki, yəni özümə görə deyirəm və s. Mən xoşlayıram, yəni fikir mübadiləsi olanda, fərqli fikirlər olanda insan bir özünə çəki düzən verir. Həmən həqiqətən bir mənfi rəy görəndə tez qızlarla danışırıq ki, bizdə necədir bu? Bu əla bir şeydir. Amma daim bunu şikayət eləmək, onlara mənfi təsir elədiyinə görə daim irəli getsinlər, pozitiv olsunlar. HR olaraq da, yəni mən şəxsən onlara həmişə dəstək olmağa, xüsusilə junior səviyyəsində dəstək olmağa hazıram. Bunu həmişə yarmarkalarda da deyirəm, təcrübə proqramlarında deyirəm və yüzlərlə insan mənə LinkedIn-də müraciət edirlər ki, bir dənə CV-mizi nəzərdən keçirin və s. Hamısına da dəstək oluram. Əgər burada məni izləyənlər varsa təsdiq eləyə bilərlər. Təşəkkürlər, uğurlar hər kəsə. Çox sağ olun Güney xanım, dəvətimizi qəbul edib gəldiyinizə görə. Mən çox şadam ki, sizin kimi bir eksperti tanıyıram və yeri gələndə konsultasiya, yeri gələndə fikir mübadiləsi eləyə bilirəm, konsultasiya da ala bilirəm. Təşəkkürlər. Mənim üçün dəyərlidir. Təşəkkür edirəm sizə. Sağ olun. Sağ olun. Sağ olun.